Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər. Neftçi Bazada Judo Federasiyasında qaldığımız yerdən davam edirik. Turun mərkəzi görüşü 10 yaşlı arasındakı Respublika çempionatı, o 10 liqası, onların dueli Sabah və Ulduz komandaları üzrədir. Komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Kim deyirəm, maraqlı və məhsuldar oyunu şahid olacaq. Meydandan sol tərəfdə Ulduz, sağ tərəfdə isə Sabah yer alır. Onu da kifayət qədər sürətli başladı bu da. Hərçənd ki, həm yüksək tərəfdə bir qarşılaşma, həm də məhsuldar bir oyuna müjdə ola bilər. Ötürmə hissəyə zərbə. İlk təhlükələmə, ilk sət. Məhz Ulduz oyuncularından gəlir. Yunis Əliyevin ifasında zərbəni izlədik. Alınmadı. İndi Sabahın əks həmləsini izləyək. Ötürmə hissəyə keçmədi. Silah doğru Yunis hərəkətlənmişdi. Müdafiəçilər top ələ keçirdilər. Qarşılıqlı mübarizə izləyirik. Maksimum dərəcədə ekranımızı bəyənib paylaşacaq ki, bu gənclərimiz, uşaqlarımız daha çox küləyə qarşı çıxsın, daha çox şəxs izləsin. Hərçənd ki, külək də getdikcə şiddətini artırır. Bu da oyuna öz manesini törədəcək. Həm topun hərəkətinə oyunçulara mane yaradacaq. Buna rəğmən inanıram ki, mən maraqlı oyunun şahidi olacaq. Cangir Cəfərli hərəkətlənmişdi orada. Yunis topu meydanda saxlamaq istəyib. Abdullah, arkaya atlatılmasın. Tamam. Alt yerinə itirdim. Ali Mahmudov. Ali bir qədər geri qayıdır. Son itirmə. Uğurlu alamadı. Əhmədi düşünmüşdü. Qapıdan zərbə. Saban qol-kiperi qısa ötürmə ilə başladı. Abdullah Əhmədov rəqibinin üzərinə şığıyır. Sənin kim alınmadı. Top artıq meydanı tərk etmişdim. Ədalət təmsilin gözünə yaymır. Out. Abdullah Əhmədov mərkəzə doğru çevirdi. Əhməd cinağı daşımaq istədi. Yunis həmlə etsə də top meydanda saxlaya bilmədi. Out Sabahın. Görüşdə tilsim nə zaman qırılacaq, qapının kildini kim açacaq? Hərçənd ki, bir qol oyunu seyrini dəyişəcək. Belə görüşlərdə adətən ilk dəqiqələr kəşfiyyat xarakterli keçir. Bir qədər komandalar risksiz, təmkinli oyun nümayiş etdirirlər. İndirilən zərbə. Kornekdə itim uzaq altında zərbə izlədik ki, Yunisin ifasında alınmadı. Qarşılaşmada hələ ki, qolsuz bərabərlik var. Bir daha da xatırlatmasını edirəm. Abdullah Əhmədov şığıyır rəqibinin üzərinə. Orada Cangir Cəfərlinin də bir cəhdi vardı. Top elə keçirdilər. Zərbə cəhdi. Bir real gol epizodu. Gol gəlirəm deyir sanki. Və korner qazandılar. Standart vəziyyəti izləyək. Zərbə meydançası səndəvərində də kifayət qədər Ulduz adlı oyuncusu var. Vətən qələbə qazandım. Ali Mahmudov. Ali. Rəvam. Ulduzun keçilməzsəndə Yunis. Orada müqamətini itirdim. Sərbə indirdi amma istənilən kimi deyildim. Rəvam. Cinağa doğru. Ali'nin bir müdaxiləsi vardı. Uzaq məsafədən zərbə. Bir xeyli top qapının üzərində meydanı tərk edir. Baloğlanov Nicat. Möhtəşəm seyvlərini, möhtəşəm qurtarışlarla hər zaman yadda qalıb Nicat. Top elə keçirdilər. Nicat məsələ az əvvəl ondan bəhs etdim. Saniyələr çəkdi ki, bir seyvlə yadda qalır. Real qoldan xilas edir. Qapısını toxunulmaz saxlama bazarda Baloğlanov Nicat. Ötürmək istəyib, zərbə imkan vermək olmaz. Ali Mahmudov. Top uzaqlaşdırmaq lazımdır. Ali sona qədər oynadı. Sabah kapitanım. Nicat.
Əhməd Əhməd. Zərbəcəti Nicat yerindədir. Elə zərbələr asanlıqla buraxacaq bir qapısı deyil. Artıq özünü sübut edib. Əhməd Əhməd. Öndə təzyiq edir, pressing edir Sabah oyunçuları. Out ulduzundur. Əhməd Əhməd komanda yoldaşlarının bir qədər ona yaxınlaşmasını istədi. Artıq yeni itirməsi üçün Reval. Korner. Küşdən zərbə. Sabahın ilk korneri. Səhv etmirəmsə Onur topun arxasındadır. Korner deyəsən Onur yerinə yetirəcək. Cərimə meydançasının əvvəlində kifayət qədər oyunçu var Sabah adına. Bu bir ev tapşırığına bənzəyir. Toxuna bilmədilər. Balıqlar Nicat uzandı, amma çata bilmədi. Görüşdə tilsim qırılır. Qapının kilidi açılır. 1-0 Sabah 1, Ulduz 0. Bu bizi daha maraqlı mübarizəyə daşıyır. Yəni ki, Ulduz oyuncular tez bir zamanda buna cavab verəcəklər. Diaqanla doğru ötürməyə Yunis. Hələ ki, onun gözlənilən performansı, mübarizəni sərgiləyə bilmir Yunis Əliyev. Çox texnikal oyuncudur Yunis. Əksən ki, qüvvətli və dəqiq zərbələrdə malikdir. Deyirəm ki, tez bir zamanda bu ifadəm öz səsligini tapacaq və o özünü doğruldacaq. Yetirmək istəyən Nicat. Ondan sonra bir qədər də özgüvən gəlib, inam gəlib məhz Sabah tərəfinə. Bax, oynamı qırmaq lazımdır. İtirməklə başladılar. Qapıdan zərbə olmalıdır, bəli. Ədalət təmsillə mənlən fikirdir. Balıqlar Nicat. Reval. Cangir ram edə bilmədi. Zərbə çəkdi və gol! Yunis. Bir qədər əvvəl Yunis Əliyev haqqında bəhs etdim. Hətta sonunda dedim ki, inanıram ki, tez bir zamanda sözüm öz səsliğini tapacaq, özünü doğruldacaq. Yunis fərqləməyə bacarır. 1-1. Hər şey yenidən başladı. Kartlar yenidən paylanır. Cavab qolu gecikmir. Ulduz 1, Sabah 1. Turun mərkəzi görüşündə bir birlik bərabərlik var. Çox başa-baş bir oyunu şahidik. Xəttin üzərində saxladılar topu. Ali Mahmudov orada şığı rəqimin üzərinə ədalət təmsilçisi qalx edib. Amma indi qayda pozuntusu qeydə aldı. Təhlükəli bir nöqtədən standart vəziyyət. Bir qədər kör nöqtədir, asmat ola bilər. Çəsiyə də bir başa zərbə də yerinə yetirə bilər Sabah oyunçuları. Balaqov Nicat yaxın küncünü bağlayır. 2 nəfərinə ibarət canlı səhət. Topçulardan yan torlar silkələdi. Kifayət qədər təhlükəli əmlə idi, amma istənilən halda nəticə hasil olmur. Əhməd Əhməd. Əhməd bir ara ötürməsi. Cangir. Orada Abdullah Əhmədova doğru ötürmə vermək istəyirdi Ali. Out. Sabahın. Abdullah Əhmədov. Hərfəri qalx edib. Cangir. Cangir cəhərli. Bir qədər sonra biz bir əvəz etməni şahid olacaq Ulduz adına. Hansı ki, Osman Hüseynov meydanda görəcək komandanın inamlı oyuncularından biridir. Neftçi bazada, Judo Federasiyasında onların duelində turu mərkəzi görüşündə bir birlik bərabərlik var. Ulduz 1, Sabah 1.
Qarşılaşmada isə artıq 10 dəqiqəni geridə qoyuruq. Görək fasilədən öncə hesabda dəyişiklik olacaq. Hətta o vəziyyətmə də baş tutdu. Osman Hüseynov artıq meydandadır. Elə bəhsi gedən, sözü gedən oyuncu topladı. Osman. Osman sol ayaqla zərbə keçmədi. Rəvan Əmidzadə geriyə doğru ötürmə. Baloğlanov Nicat. Əhmədli oynadı. Gerdən əmlə qurulacaq. Mərkəzə doğru Ali Mahmudov. Yaxşı ötürmələr izlədik. Sen de Abdullah çık topa. Abdullah Əhmədov. Osman Hüseynov yerdə qaldı. Ədalət əmsi qalx deyir. Qayda pozuntusu qeydə almadı. Osman Akbo. Bir ara ötürməsi yaxşı alındı. Əhmədov anısı Rəvan uzaqlaşdırmışdı. Uzaq məsafədən zərbə. Nicat. O Nicatın müdaxiləsi vardı. Sonra da dirəyə dəydi. Out. Təkrarlanmasını istəyir referi. Olar, Nicat, olar. Kaçırar, Osman. Bilirəm ki, bu gənclərimiz, bu uşaqlarımız irəliyən vaxtda top 5 liqalarda çıxış edəcəklər və bu günləri yad edəcəklər, bəlkə bizlərdə xatırladılar. Apardıqları mübarizə bunu deməyə imkan verir. Ekranımızda dostlar, qardaşlar, maksimum dərəcədə bəyənək, paylaşaq ki, yayımız daha çox kütləyə qarşısına çıxsın, daha çox şəxsizləsin belə görüşləri. Korner. Zəhmət olmasa bəyənək. Köşdən zərbəni izləyək. Ulduz adına, cərimə meydança səndəvərində kifayət qədər Ulduz adına oyuncu var. Hatta birbaşa qapıya yönəltmişdim. Yunis Əliyev komandasının yeganə qolun müəllifidir. Son anda toxunuş var idi və digər cinahda korner yeni yetirilməlidir. Abdullah Əhmədov. Abdullah alınmadı. Ali Mahmudov bardarda 3-cü kornerdir. Bir qədər sonra daha bir əvəziyetmə olacaq. Hansı ki biz deyəsən Kənanı meydanda görəcəyik. Bir aldal cəmlə. Əhməddir bu. Bir rəqimdən yayında, daha sonra out. Osman. Out düzgün yerinə yetirilmədiyi üçün rəqib komanda yaxından topu hərəkətləndirməlidir. Osman. Rəqibini aldatmaq istəyirdi, onun qarşısı kəsildi. Sabahın əks əmləsi sağ cinahdan qurulacaq. Bitirmək istəyib. Davam edə bilmədilər. Nicat. Qısa ötürmələrdə üstünlük verir. Rəvan Əmidzadə diaqonala doğru ötürmə yaxşı alanda Yunis. Təhlükəli bir əmlə ola bilər Ulduz adına. Yunis bir qədər irəlilədi. Osmana çatmadı. Ali. Ali Mahmudov əvəzlənir. Hələ bir qədər əvvəl potensial əvəzətmədən bəhs etdik. Kənan Babazadə artıq meydana daxil olur. Mövqe olaraq görə Kənan harda çıxış edəcək? İndirələn dəqiqələrdə təbii ki, gedişatdan bunu deyə biləcəm. Osman orada müqamələtini itirdi. Nerede hakimə də etirazı var idi ki, rəqib mənə mane olurdu məhz. Bədənpazlığı pozduğu üçün mən müqamətimi itirdim deyə jest mimikasına onu anlamam mümkün idi. Əhməd. Kənan Babazadə deyəsən elə Ali Mahmudov mövqeyi hansı ki, oyun qurucu, hərçənd ki, dağıdıcı mövqedə çıxış edəcək. Osmanın ötürməsi qısa qaldı. Rəvan Əmidzadə. Əllə oyun. Sabahın heyətində əvəzetmələr baş tutdu. 4 əvəzetmə. Bu əvəzetmələrin oyuna nəzər təsiri olacaq. Qarşılaşmada son 10 dəqiqə, hətta ilk hissədə son 10 dəqiqə belə qeyd edib.
Və Yunusun üzünə dəydi Revanın zərbəsi, yerdə qalıb. Hesabda 1-1lik bərabərlik var. Bir də xatırlatma edirəm. Görə qalan vaxt ərzində hesabda dəyişiklik olacaqmı? Ahmet, top ver onlara. Turan, orta. Sərbəst atışlı oyun bərpa olunur. Revan daha yaxındır. Həmidzadə. Abdullah Əhmədov. Abdullah kiminlə oynayacaq? Osmanı tapdım. Səmti dəyişmək isə Yunis Əliyev. Yunis mərkəzə çəkildi. Yunis zərbə. Zərbə imkan tapdı. Zərbəsini indirdi amma qol-kiper. Keçid yoxdur dedim. Revan Həmidzadə idi. Bu gəlişinə zərbə indirir. Kifayət qədər təhlükəli əmlər. Osman ortaya düş Osman. Orada lazım değil. Buraya gel. Həm də pressing edir. Ulduz tərəfi təzyiqi artıraraq hesabda önə keçmək istəyirlər. Onlar artıq geri dönüşün comeback'in müjdəsini verə bilər. Osman 19 nömrəli oyunçu ilə mübarizə apardı Osman. Yunis yenidən Osmana doğru. Son anda müdafiə xətti üzərində çevirdi. Qapısını sığortaladı. Молодец, Osman, молодец. Turan. Girme oraya, gel buraya. Yavaş, gel ben. Qapısından savaya hər kəs meydana əqibət olan səsində də ulduzlarına. Bu dəqiqələrdə müdafiə həbs etmək istəyirlər. Turan düş. Arkaya düş. Arkaya. Əhməd. Yunis. Kənan Babazadini təzyiq edir. Ahmet, Revan. Akşine bak, молодец. Ulduz və Sabah onların duelidir. 10 yaşlardan ibarət Respublika çempionu Neftçi bazada Judo Federasiyasında 1-1lik bərabərlik var. Bir daha da xatırlatmasını edeyim. Pas. Gel Osman. Revan. Geçti. Yunis. Osman boşa çıxdı Yunis. Ötürməsi. Açıq riskə getmədi. Topu meydandan çıxardım. Ekranınızı bəyənək, zəhmət olmasam. Bəyəni paylaşın ki, mən də sizin suallarınızı cavablandırım. Maksimum dərəcədə bəyənək. Uşaqlarımız, bu gənclərimiz daha çox külə qarşısına çıxsın, daha çox şəxs izləsin deyə. Əhməd. Cangir Cəfərli. Revan diaqonala doğru ötürmə möhtəşəm. Yunis. Kənan Babazadə, Osman bir akrobatik zərbə alınmadı. Yunis, pası var mı? Pası. Gel Osman. Revan. Bu qayda pozuntusudur, bəli. Çox təhlükəli bir nöqtədən cərimə zərbəsinin standart vəziyyəti izləyəcəyik. Osman Hüseynov topun arxasına keçib. Baş məşqçi Osman yanına çağırdı. Tapşırığını verir. Tapşırıq özünü nə cür doğruldacaq. Kifayət qədər təhlükəli bir nöqtədir. Osmandan da biz qollar izləmişik. Osman top qapının üzərinə meydanı tərk edir. İlk hissədə son 5 dəqiqə 1-1lik bərabərlik var. Bir daha da xatırlatmasını edirəm. Əhməd, Kənan. Ver.
Kənan Babazadə. Osman. Mən qısa qaldım. Yaxşı. Cahangir. Reval. Bir. Olar başla. Başla zərbə və gol! Yanis Əliyev. İş başında odur. Geridən üç comeback oldu. 2-1. Qarşı Asman Yanis Əliyev tamamladı. Ulduz 2. Sabah 1. 0-1-dən 2-1 etməyi bacardılar. Yunis komandasının özünün ikinci qolunun müəllifi olur. Dublunu rəsmiləşdirir. Tunar. İmkan verilmədi amma Rəvan ayağını çox yüksək qaldırmışdı. Yunus düş. Osman düş. Duran orta. Saydan top. Saydan top. Baka. Gel Osman gel. Osman, aslında Əjdər var. Əjdər. Əjdərdən çox yerində bir müdaxilə. Sürüşmə fəndi ilə. İbrahim meydandan çıxardı out. Elə məsajlar özü yerinə yetirdi outu Osman. Yunis əziyyəti qazandı. Davamı gələcəkmi? Osman. Ulduz Sabah oyununda, onların duelində Ulduzun 2-1'li üstünlüğü var Sabah önündə. Arkanda. Молодец, Марик, молодец. Süper. Osman. Bravo. Yavaş. Out. Ejder dikkatli ol. Yerdən bir müdaxilə bu qayda pozuntusudur. Cahangir Cəfərli qaydanı pozmuşdu. Osman gir içeri. Zat Baloğlanov Əhməd Əhmədli oynadı. Dəqiqala doğru ötürmə. Referi bildirir ki, yan xətdən top meydanı tərk etmişdim. Out Sabahın. Əjdər Tunara doğru ötürmə vermək istəyirdi, alınmadı. Osman. Topa çek. Tunar. Osman hərəkətlənib qolkiper də qapısını tərk edir və mənimsəməyi bacardı. Yunis orada şığıyır rəqibin üzərinə. Out. Əllə oyunu işarə edir. Ədalət təmsilçisi. Tunar'a doğru ötürmə. Tunar. Zat yerindədir. İkisi də son dəqiqə oynanır. Bu xatırlatmasını edək. Və Ulduzun 2-1'li üstünlüyü var Sabah önündə. Əhməd Diyoqama doğru ötürmə möhtəşəm alında. Cahangir bir qədər ayaq saxladı. Osmanı qat dəmliyə. Osman Seynov. Geriyə mi qaytarırdı topu? Çox təbii bir qədər əmlələr izlədik. Onlar Əmin Əmidzadə müqamətini itirdik. Kənan Babazadə. Ötürmə Yunis. Cəhd etsə də tamamlaya bilmədi. Uşaq yana bu bir qədər dördə.
Son əmrlər, son epizodlar. Revan. Kenan. Əhməd. Tunar Şıqır rəqibinin üzərinə. Rəvan Əmidzadə. Cahangir. Yax, tapa satma mümkün olmur. Bırak gel. İkisi də son epizodlar. Son cəhdlər Əjdər. Törmə keçmədi. Orta Osman. Top etkisi Osman. Yunisə zərbə imkanı verilmir. Ravaca özür. Rəvan Allac əmlə. Yunisə çatmadı və bu əmlələ də referi ilk hissəni bitirdi. Ulduz fasilə 2-1 hesabı önündə yollanır. Sabah önündə içeri ayrılmır fasilədən sonra. Yenidən bir yerdəyik.